Hörmətli Nərmin xanım, siz Nizat bəylə heç bir təsir altında qalmadan öz hürr iradəniz və istəyinizlə xəstəlikdə və sağlıqda gələcək ərinizin borcları ilə birlikdə Nə uzadırsan? Hə də, hə. hər dava, zırt-pırt, uşaqları götürüb anamgilə gedirəm demədən ərinizin işdən evə gələndə gülər üzlə qarşılamasına Hövsələm daraldı yoxsa. Ya mən illərdir bu anı gözləyirəm. Mənim üçün fərqi yoxdur. Oğlan nəfəs alsa da kifayətdir. Evləndə də bizi də day. Yaxşı, uzatmıram. Nərmin xanım, bununla evlənməyə razısınız? Biraz rejimsiz oldu. Amma nəysə, bəli, yes, da, hə. Yəni hər dildə hə. Nizar, Nərmin xanımı alırsınız? Alırsınız nə? Bu nə hörmətli sualdır. Vallahi mən vurub başına edəcəm bu məmuru. Yox. Hörmətli məmur bəy, Nicat biraz səydir. Yəni o yox deyirsə hə deməkdir. Yəni hə deyir. Hə, Nərmin düz deyir. Biz evlənə bilmərik. Nə danışırsan hə? Niyə? Çünki biz bacı qardaşıq. Nə? Nə? Zarafat eləyir. Hə. Onda mən sizi ər-arvad elan edirəm. Onda mən sizi ər-arvad elan edirəm. Hay Allah. Allah göstərməsin. Ne yuxu görürdün kızım? Buradasın. Ay işte. Allah göstərməsin. Görürəm ki, Nicatla evlənirəm. Kızım, belki Nicata bir şans da verəsən, hə? Ən ağır günlərdə sənin yanında olub. Özü yaxşı oğlandı. Səni də çox sevir. Ay papa, mən qərarımı vermişəm də. Yox. Yaxşı, boşda, uduzdum, boşda. Boşda da bırak uduzdum. Bırakdan ölmü. Mən bir şey eləmirəm ki. Özümü boya salmışam ki. Yaxşı. Mən niyə çağırırsan? Evlənirəm. Maşallah. Hipotekaya mı girifsən? Nə? Demirsən mi evlənirəm? Deyirəm hipotekaya mı girifsən? Bu nə şit zarafatıydı ha. Elə biz zarafatları erkin yazır. Bax, onu düz deyirsən. Mənə bax, evlənməlisən, özdə təcili narahatlıq yoxdur. Niyə? Çünki el var. Mənə bax, rayondakıların da beyni çönür. Düz deyirsən. Yaş da keçir. Bu yaşdan sonra doğa da bilməyəcəm. Bu menopoz zat. Bu qədər insan gəldi, getdi ömrümdən. Amma hələ də xoşbəxtliyi tapa bilməmişəm. Qəlbinin səsini dinlə qızım. Kim səni həqiqətən sevir? Kim səni olduğun kimi qəbul eləyir? Heç kim. Necə? Yaxşı fikirləş. Mənə olduğum kimi qəbul edən bir dənə Nicatdır. O da nə bilim, onu da sevirəm, sevmirəm, bilmirəm. Qızım, şans ver. Bir daha şans ver. Kimə? Nicata? Fikirləşməliyəm. Alo. Nərmin, təcili görüşməliyik. Nicat da elə bir iyi bilir. Hə. Evlənirəm. Nicat, mən qərarımı verməmişəm, fikirləşməliyəm. Yaxşı, onda qərarı ver, sonra mənə yığarsın. Qıcıq oluram da bu Nicata. Seç, Nərmin. Hansı yaxşıdır? Hələ tezdir. Nə olar, kömək elə də. Mən neçə vaxtdır bu momenti gözləyirəm. Ayıbdır. Nəsə də yaxşı bu. Olmaz, bu çox açıqdır. Qısqanc oğlanları sevirəm, amma Nicata bu da yaraşmır. Nicat, mən dəli eləməm, bu hələ saçıqdır. Mən bunu bəyəndim. Sənin üçün alırıq, yoxsa mənim üçün alırıq? Sən də gəlinli giyinəcəksən. Ay Allah xoşbəxt eləsin. Kimdir bu bəxtəvər? Nicat, bir dəqiqə əlimdən bir xəta çıxacaq ya. Hoşum, mən niyə gəlinliyi seçirəm? İndi gəlinliyi seçərlər. Seç özün üçün.
Kömək eləyərdin də bir dənə. Mən necə seçim bu qədər gəlinlik içindən? Ay Nərmin. İyi. Alo. Elvar, bir dənə gəlib kömək eləyərsən də mənə gəlinlik seçməyə. Tə salondayam, salonda. Oldu. Gözləyirəm. Nərmin, nə oldu, seçənmədinizmi? Sən kimsən? Sən al, get başımdan. Mən Elvar. Nicatın əmisi nəvəsi. Özdəki baba bu dəvətnamələrin yarısını götür. Səhərdən də tək paylayıram. Yoruldum ey. Bunlar nəsillicə himi bəndliləri dünəndən gözləyilmişlər buna. Gəl ə. Sən başın çatmır deyəsən, sən fikirləşə bilmirsən ha. Mən elə qərarımı verməmişəm, mən elə düşünməmişəm bu barədə. Oğlan evində toydu, qız evində xəbəri yox. Hansı oğlanın evində qız var, toydan xəbəri yoxdur? Gerçi ki, sən də elə Nicatın tayısan. Ayqa, Umurniçə xalanı da yazdım. Əlyarı yazdıq. Məhruşa. Əlyarı yazdım. Əlyarı yazdıq. Fazili yaz. Fazil. Fazil kimdir Ayqa? Yaxın adamdır. Nənəmin əmsi nəvəsinin xalasının kirvəsidir. Yaxın deyil Ayqa. Kirvəsinin oğlu olsaydı yaxın olardı, amma yazdım. Ayqa, Kotyanı da yazın mı? Kotya kimi. Kotya validey. Masaj salonunda sən evlənmək təklif eləmək istəyirdin, sonra polis girdi içəri kamerayla zaten sən avtobusa basıb apardın. Səni niyə avtobusa basıb aparmışlar onda? Hardadır ki o? Kotya, məndə vizitkası var. Taparıq. Belə. Şey də yaz. Deməli, Reynardo, Deyən Reynaldo, Richard Almeida, Almeida, Dani Quintana, Quintana, onların mərkəzi ortaya yaz, paslaşsınlar. ortaya, Zuninyonu da yaz. Junin. Ya da yaz. Gələn də öyrəz. Ayqa, Zorayda xalanı yazın mı? O rəhmətə getdi. Allah rəhmət eləsin. Nə xalq onda? Messi ilə Ronaldo yaz. Gicdə qaqa onlar gələr. Düz deyirsən, ağ eləməyək. Zubir yaz. Qaqa Zubir gəlməz. Ronaldo-la Messi gələr, amma Zubir inanmıram. Sən niyə 2 çay içirsən? Uzatda Ayqa, bir mürəbbəylə içirəm, bu mürəbbəsiz. Sən də başın işləmir ki, Allah'ın da olsun. Elə iştahla baxırsan ki, ruh olmasaydın sənə təklif edərdim, deyərdim gəl yesən də. Narahat olma qızım. Nicata şans verdi. Deyəsən şans verəcəm. Belə baxıram ki, onu mənə bağlayan nəsə var. Çox tatlı deyil. Nicat, biz niyə Şallaq sarayına baxırıq? Bəlkə mən sənə yox deyəcəkdim. Al bunu, Bu nədir? toy siyahısı. Oyda, hara tələsirsən beləyi? Bilsəm sənə əvvəldən hə deyərdim, indi uca boşanmışdıq. Özü bu nə deyir? Kimə salam vermirsən, toya çağırmısan. Yaxınlarımdır da, ancaq yaxınları yazmışam. Budur yaxın. Birinci Hammurabi, Ferit Korhan, Yaprak Döşümü Ali Rıza, Donald Trump, Michael Jackson. Michael Jackson ölmüşdü axı. Michael Jackson əslində ölməyib, yasamalda gizlənir. Bizi də yazmısan masaya. Hə, sizdə masa 5C-dir, bax ordadır, görsən. Özü də bax muzikantlardan uzaqdır. Foydedir, düz yanında. Arada pirkura zat rahat çıxarıq da. Nicat, məni bağışla. Mənim həqiqətən beynim doludur və mən bilirəm ki, indi sənə düzgün qərar verə bilməyəcəm. Xahiş edirəm, mənə biraz vaxt ver, mən sənə qəti qərarımı deyəcəm. Yox, Nərmin, mənə evdəkilər çox sıxışdırır, rayondakılar da deyir, evlən. Qoy birinci mən evlənim. Gördüm, alınmır, yola getmirəm, ayrılaram, sonra sənin evlənirik də yenə. Yəni ki, yəqin özün evlənəcəksən, çünki başqa variantı yoxdur. Yox, mənim rayonda göbək kəstim var axı, o ilə evlənəcəm. De, gəldi. Ya bütün bu həngəmə bunun üçündür. Hə. Nicat, sən məni qoy bu savadsızla evlənirsən? Nərmin, ayıbdır. Salam xanım.
Adım Yasəməndir. Özüm Cambridge Universiteti məzunuyam. Hal-hazırda da Abuşda fəlsəfə doktoruyam. Po. Nərmin, xeyir dua ver də. Allah bəlanızı versin Nicat. Mən bundan artıq xeyir-dua verən deyirəm sizə. Heç belə gözləmirdim. Amma ayıbdır qızım. Get ona xeyir dua ver. Sənə yaraşdırmıram. Lukas gələcək. Xoşbəxt ol Nicat. Yəni, ən azından sən xoşbəxt olmaq layiqsən. Sən də. Baxaq da. Hə. İfritə Nərmin sonu necə olmalıydı ki? Nicat da öz tayını tapdı, mən tapmadım. Salam. Siz də ekrana baxıb danışırsınız. Sevgisiz qəlbi qırıq qalmasın heç kim ya Rəbb. Nə qədər qəmli ürək vardısa abad olsun. Parlasın gənclərə dünyada səadət günəşi. Tapsın öz yarını hər kəs bir ömür şad olsun.